Kanalıma hoş geldiniz. Bugün ben 9. sınıf şagirdləri üçün deməli ikinci hissə test toplusundan 2023-cü il Azərbaycan dili fənni üzrə ikinci hissə test toplusundan Qaragilə mətninin izahını verəcəm. İzaha keçid almamışdan öncə bir şey xahiş etmək istərdim sizlərdən. Əziz 9. sınıf şagirdləri, indi videonu Allah qoysa izləyəsiniz. Əgər bəyənsəz, yəni kanalıma abunə olmağı, istər YouTube, istər TikTok, istər Telegram üzrə kanalıma abunə olmanızı istəyərdim. Telegramda deməli Azərbaycan dili ədəbiyyat Elnurə müəllimə kanalının adı belədir. Şagirdlərim qoyub kanalın adını. Səfər bizə ilə yazdılar. Azərbaycan dili ədəbiyyat Elnurə müəllimə. Deməli Elnurə Mahmudova, daha doğrusu üzr sayın, Elnurə Mahmudova. Tecrübəşiş kanalın adını bilmir. Hər nəysə, kanalın adını o qədər də fikir verməmişəm. Orada da maraqlı testlərimiz var, yükləmişik. Girib oradan da testləri işləyə bilərsiniz. Və dediyim kimi, əgər videonu bəyənsəz, YouTube, nə bilim, TikTok, Telegram üzrə səhifələrdən kanalıma abunə olmanızı çox xahiş edərdim. Belə, keçək mətnimizə, Qaragilə mətni. Yəni, Qaragilə mətnini, niyə məhz Qaragilə mətni? Çünki dediyim kimi, şərhlərə baxıram. Baxdım ki, şagirdlərdən biri Qaragilə mətninin izahını istəyib. Məhz buna görə də Qaragilə mətninin izahını verirəm. Belə, önəmli olan odur ki, yəni mətnin adı nə olur olsun, hansı mətn olur olsun, əsas odur ki, biz mətnlə işləmək qabiliyyətini formalaşdıraq, mətnlə işləməyi bacaraq. Baxaq, Qaragilə mətni. Birinci mətni oxuyaq, mətnin məzmununa tanış olaq ki, sonra suallarımızı cavablandıra bilək. Belə, başladı. 1918-ci ildə bəstəkar Zülfüqar bəy Hacıbəyli Azərbaycan aktyorlarının bir qrupu ilə İrana qastrol səfərinə gedəndə balaca oğlu Niyazini də aparır. 7 yaşlı Niyazi Tehranda həyatının həm ən qorxunc hadisəsini görür, həm də eşitdiyi nəğmələrdən ən sevincli anlarını yaşayır. Qəflətən səbzi meydanda elə yanğın baş verir ki, axşamın qaranlığında dörd bir tərəf alovun işığına qərq olur. Niyazi əvvəlcə qələbəliyə sevinsə də, sonra adamların təşvişi ona da sirayət edir. Ancaq həmin meydanda günəşin şüaları üzündə bərk vuran gözəl bir qızın oxuduğu mahnıya valih olur. Orada eşitdiyi bir neçə mahnı da yaddaşına köçürür. 20-ci illərin əvvəllərində İranlı qonaqların olduğu bir məclisdə Zülfüqar bəy Niyazinin hələ 7-8 yaşında İranda olarkən insan duyğularının əks olunduğu çox gözəl xalq mahnılarını eşidib, əzbərlədiyini və həmin mahnıların sözlərinə yüngülvari əl gəzdirərək bizdə də oxumağın mümkün olacağını deyir. Qonaqlar Niyazidən yadında qalanları oxumasını xahiş edirlər. Niyazi bu mahnılardan bir neçəsini və indi Qaragilə kimi tanıdığımız mahnını oxuyur. Qısa boylu bir qonaq gülümsünüb, hamısı yaxşıdır. Amma bundan sonra bu axırıncısını adam arasında zümzümə eləmə, deyir. Maestro Niyazi sonradan öyrənir ki, bu mahnı sevdiyindən ayrı salınan bir qızın nakam sevgisindən bəhs edilmiş və o qızın dilindən söylənibmiş. Mühafizəkar cəmiyyət qaranlıq girdaba saldığı qızın dilindən söylənmiş nəğməni də gün işığına çıxarmaq istəmirmiş. 50 il yaddaşında və qəlbində daşıyandan sonra Niyazi 1968-ci ildə Qaragiləyə yeni həyat verir və onu Şövkət Ələkbərovaya təqdim edir. Şövkət xanım misilsiz lətafətlə bu nəğməni oxuyur. Ağac olaydım, yolda duraydım, sən gələn yollara Qaragiləm kölgə salaydım. Güneydən pənah gətirən həmvətənlərimiz burada radioda, konsertlərdə Qaragiləyə səxavətlə yer verilməsini görəndə çox sevinirlər. Bakıda bəraətini qazarandan sonra Qaragilə Təbrizə təzədən qayıdır, dillərə, dodaqlara qonur. Belə. Demək, bizim mətnimiz Azərbaycanın xalq mahnılarından biri olan, deməli, məşhur xalq mahnılarından biri olan Qaragilə mahnısı ilə bağlıdır. Baxaq, suallara baxaq. 91-ci suala baxaq. Deyək ki, mətnə əsasən doğru fikirlərdir. Baxaq, Qaragilə uğursuz məhəbbətin ifadəsidir. Bəli, bunu sübut eləyək ki, bu həqiqətən doğru bir fikirdir. Mətnə bir də göz gəzdirək. 5-ci abzasa gəlin bir dənə baxaq. Bax, 5-ci abzasa. Bax, fikir verin, burada qarşısında Roma rəqəmi ilə 5 yazılan, 5-ci yazılan. Deyək ki,
Maestro Niyazi sonradan öyrənir ki, bu mahnı sevdiyindən ayrı salınan bir qızın nakam sevgisindən bəhs edirmiş və o qızın dilindən söylənirmiş. Demək, Qaragilə nakam məhəbbət deyirsə, təbii ki, bu bir uğursuz məhəbbətdir. Deməli, bir düzdür. O zaman bizim doğru cavablarımızdan biri birdir. İndi doğru cavablarımızdan biri birdirsə, o zaman bir mənalı şəkildə A gedir. Çünki orada bir yoxdur. D də gedir. Getdi. Aha. Baxaq sonra. Deyir, insanlar bəzən hadisələrə ədalətsiz yanaşırlar. Bəli, bu da mətndə var. Gəlin bir diqqət eləyək. Bax, elə 5-ci abzasa yenə də fikir versək, qarşısında Roma rəqəmlə 5-ci yazılmış hissəyə baxın. Orada deyir ki, mühafizəkar cəmiyyət qaranlıq girdaba saldığı qızın dilindən söylənmiş nəğməni də gün işığına çıxarmaq istəmirmiş. Deməli, məhz bu cümləyə əsasən insanlar bəzi hadisələrə ədalətsiz yanaşırlar, qənaətinə gələ bilərik. Həm belə deyək də, bir qızın məhəbbəti, belə deyim, sevdiyindən ayrı salınan bir qızdan danışılırsa, demək ki, bu ayrılığın da səbəbi var. Bunun özü bir ədalətsizlikdir ki, bunların ayrılıq var. Amma yenə deyirəm, bunların ayrılmasını əsas tutub ədalətsizlikdən danışa bilmərik. Buna görə yox. 5-ci abzasda o son cümlə, yəni mühafizəkar cəmiyyət qaranlıq girdaba saldığı qızın dilindən söylənmiş nəğməni də gün işığına çıxarmaq istəmişlər. Yəni, belə deyim də, köhnə fikirli, cahil, avam cəmiyyət o qızın sevgisinə belə deyim, haqq qazandırmırmışlar. Axı əvvəllər pis baxırdılar sevgiyə. Ona görə də belə bir nəğmənin də gün işığına çıxmasını da heç istəmirdilər. Bəli, ədalətsizlik məhz bu 5-ci abzasa əsasən hadisələrə ədalətsiz yanaşıblar, qənaətinə gələ bilərik. Ona görə də 2 də bizim üçün doğru cavabdır. O zaman 1-2-dirsə cavab, 1-2-dirsə elə C də gedir. İndi burada nə qaldı? Ya B, ya da E variantı. Baxaq. 3-ə baxaq. Qaragiləni xalq mahnısı hesab etmək olmaz. Yox, bu səhv fikirdir. Qaragilə xalq mahnısıdır. Belə deyək, əvvəla hamımız bilir ki, zaten Qaragilə xalq mahnısıdır. Amma mətnə əsasında, düzdürmü? Bizə sualın şərtində deyir ki, mətnə əsas. Baxaq görək. Gəlin deyim sizə. 4-cü abzasa bir dənə baxın. 4-cüyə baxın. Orada deyir ki, 20-ci illərin əvvəllərində İranlı qonaqların olduğu bir məclisdə Zülfüqar bəy Niyazinin hələ 7-8 yaşında İranda olarkən insan duyğularının əks olunduğu çox gözəl xalq mahnılarını eşidib əzbərlədiyini və həmin mahnıların sözlərinə yüngülvarı əl gəzərək bizdə də oxumağı mümkün olacağını deyir. Görürsən, xalq mahnılarını və bu mahnılardan biri, görürsünüz yenə deyir, bu mahnılardan bir neçəsində və indi Qaragilə kimi tanınmış mahnı. Demək ki, Qaragilə xalq mahnısıdır. Düzdürmü? Deməli, 3 səhvdir. O zaman təbii ki, 3 daha səhvdirsə, cavabımız nə olar? 91-ci sualda cavabımız olar B variantı. 4-də deyir, həmin dövrdə Cənubi Azərbaycanda milli musiqilərin yaranması və inkişafı ilə bağlı sistemli iş görülüb. Xeyr, belə bir məlumat yoxdur. Yarım əsr sonra Qaragilə yarandığı şəhərdə yenidən dillərdə gəzdi. Yarandığı şəhərdə, Təbrizdə. Çünki deyir ki, 50 il yaddaşında, qəlbində daşıyandan sonra Niyazi 1968-ci ildə Qaragiləyə yeni həyat verdi. Birinci Azərbaycanda yayıldı, sonra da Təbrizdə. Yarım əsrdə düz deyir. Deməli, 5 doğru fikirdir. Cavabımız olur 1-2-5. 92-ci suala baxaq. Sənəti duya bilən insanlar həqiqəti dilə gətirməyin bəzən təhlükə yarada biləcəyini də başa düşürlər. Hansı şəxsə aid etmək olar? Sənəti duya bilən insanlar həqiqəti dilə gətirməyə təhlükə yarada biləcəyini başa düşürlər. Biz bunu İranlı qonağa şamil edə bilərik. Çünki İranlı qonaq orada deyir ki, qulaq asandan sonra nə deyir? Deyir ki, qısa boylu bir qonaq gülümsünüb deyir. Hamısı yaxşıdır, amma bundan sonra bu axırıncını adam arasında zümzümə eləmə. Yəni, səbəbini bildik də, mühafizəkar cəmiyyət neyirdi? Nəğməni işıq üzrə çıxarmaq istəmirdi. Ona görə də bu nəğməni üzrə çıxarmaq müəyyən bir müddət belə deyək, belə problem yarada bilərdi Niyaziyə. Ona görə də təhlükə yarada bilərdi. Ona görə də bu fikri İranlı qonağa şamil edə bilərik onun nitqinə əsasən. 92-də cavabımız nə olar? C variantı. 93-ə baxaq. Bunlardan biri də Qaragilə
idi cümləsi mətnin hansı abzasının sonuna artırılarsa, məntiqi ardıcıllıq pozulmaz. Yəni görək bunu hara artıra bilərik? Bu tip sualları işləmək üçün nə edirik? Görürsünüz, abzasları verib də rəqəmi ilə, düzdür? Hər bir abzası oxu, sonra bu cümləni, verilmiş cümləni, yəni bunlardan biri də Qaragilə idi cümləsində hər bir abzasın, verilən abzasların sonuna artır. Gör uyğun olurmu? Və belə etsək, bir-bir yoxlasaq, biz görərik ki, bunlardan biri də Qaragilə idi cümləsini 3-cü abzasının sonuna artıra bilərik. Niyə? Bax, deyir ki, Niyazi əvvəlcə qələbəliyə sevinsə də, qələbəlik bilirik də, yəni türklərin dediyi kalabalıq, belə deyək, izdiham, qələbəlik. Qələbəliyə sevinsə də, sonra adamların təşvişi ona da sirayət edir. Ancaq həmin meydanda günəşin şüaları üzündə bərq vuran gözəl bir qızın oxuduğu mahnıya valeh olur. Orada eşitdiyi bir neçə mahnını da yaddaşına köçürür. Baxın, orada eşitdiyi bir neçə mahnını da yaddaşına köçürdür. Bir neçə mahnı, davamlı deyə bilərik ki, bunlardan biri də Qaragilə idi. Yəni yaddaşına köçürdüyü mahnılardan biri də Qaragilə idi. Ona görə də 93-də cavabımız olar A variantı. Həmin o 3-cü abzasının sonuncu cümləsindən sonraya bu verilmiş cümləni artıra bilərik. Bu zaman məntiqi ardıcıllıq pozulmaz təbii ki. Sonra 94-cü suala baxaq. Mətndə tünd qara hərflərlə verilmiş söz ilə bağlı doğru şərhləri müəyyən edin. Mətndə tünd qara hərflə verilmiş söz hansı sözdür burada? Qonur sözüdür. Nə deyir? Deyir ki, sonuncu cümləyə baxaq. Burada deyir ki, Bakıda bəraətini qazanandan sonra Qaragilə Təbrizə təzədən qayıdır, dillərə, dodaqlara qonur. Yəni dillərdə, dodaqlarda gəzir də, belə deyək. Təbii ki, mahnı necə dilə dodağa qona bilər? Quş deyil ki, qona. Ona görə məcazidir. Deyilmi? Məcazidir, bəli. O zaman həqiqi olan variantların üstündən xətt çəkək getsin. Demək, A getdi. Çünki orada həqiqi yazılıbdır. B də getdi. Sonra E də getdi. Qaldıq C, D arasında. Çünki zaten gördük ki, qonur sözü orada məcazi. Yəni bir musiqi quş deyil ki, dilə dodağa qona. Təbii ki, məcazidir. İndi baxaq. Bax, bir də hələ, yəni cavab C variantıdır, aydın məsələdir. Amma bir D-yə də baxaq da, orada da məcazi sözü var. Amma fikir verin, quşlar ağaca qonub civildəşirlər. Baxın, məcazi verib verməyinə. Bəli, mətndə məcazi mənadadır. Amma qarşısında nümunə olaraq götürüb həqiqi mənada veribdir. Yəni quş qona bilər axı. Ona görə bax, bunu götürə bilmərik. Amma C variantında məcazi, qızın gözlərində bir sevinç qondu. Bəli, bu məcazidir. Ona görə də cavabımız olar C variantı. Niyə D olmadı dedik? Məcazi yazıb yazmağına düz edib. Amma qarşısındakı nümunə həqiqi mənadadır. Ona görə də biz D variantını cavab olaraq götürə bilmərik. Beləcə 94-də cavabımız oldu nə? C variantı. 95-ci suala baxaq. Deyir ki, yasaqlanmış musiqi plan bəndini mətnin hansı abzaslarına aid etmək olar? Yəni, əgər biz bu mətnlə bağlı plan qursaq ki, bu plan bəndlərindən birinə də yasaqlanmış musiqi, yəni qadağa qoyulmuş musiqi bu adı versək plana, biz bunu hansı abzaslara aid edə bilərik? Əgər mətni bir də diqqətlə oxusaz və belə deyim də, diqqətlə nəzər yetirsəz bu mətnə, siz görərsiniz ki, yasaqlanmış musiqi plan bəndini 4-cü və 5-ci abzaslara aid etmək olar. Niyə? 4-də nə deyir? Deyir ki, 20-ci illərin əvvəllərində, hər neysə, bildikdə neysə, qonaq qulaq asdı, İranlı qonaq xəbrinə qulaq asdı. Görürsünüz, orada deyir ki, o görüm, qısa boylu qonaq gülümsünüb, hamısı yaxşıdır, amma bundan sonra bu axıncını adam arasında zümzümə eləmə. Yəni, deməli, nəsə var da, bir növ buradan başa düşürük ki, bu qadağa olunmuş bir musiqidir, yəni bunu ifa eləmə. Bir buna əsasən 4-ü götürürük. Bir də 5-ə baxaq. Maestro Niyazi sonradan öyrənir ki, bu mahnı sevdiyindən ayrı salınan bir qızın nakam sevgisindən bəhs edilmiş və o qızın dilindən söylənmiş. Mühafizəkar, bu cümləyə görə, mühafizəkar cəmiyyət qaranlıq girdaba saldığı qızın dilindən söylənmiş nəğməni gün işığına çıxarmaq istəməmiş. Deməli, istəməmişlər. Onu yasaqlanıb mahnı. İstəməmişlər ki, belə bir mahnı ifa olunsun. Ona görə də yasaqlanmış musiqi plan bəndini biz 4-cü və 5-ci abzaslara şamil edə bilərik. Cavabımız olur D variantı. Sonra, demək, 96-ya baxaq. Mətnə əsasən Qaragilə mahnısının tanınmasında hansı amillər rol oynayıb? Yəni, bunun tanınmasında əsas səbəb nədir? Nəyin mühüm rolu var? Baxaq görək. Niyazinin və başqa sənət adamlarının bu musiqini yaşatmaq üçün fəaliyyəti təbii ki, yəni, belə deyək, onu yenidən, sanki o mahnıya yenidən can verən elə məhz Niyazi oldu. Düzdürmü?
Hansı ki Şövkət Ələkbərovanın təqdimatında bu musiqi bir daha yenidən sanki canlandı, dirildi və məşhurlaşdı. Ona görə Niyazi və başqa sənət adamlarının musiqini yaşatmaq fəaliyyəti cavabımızın biri 1 olar. Biz 2-yə baxaq. Tehranda baş verən yanğının Niyazidə yaratdığı təəssürat nə dəxli var? Yanğınla belə deyim, Qaragilənin nə əlaqəsi var ki? Düz deyil, yanğın zamanı orada gördü ki, bir qız oxuyur belə, amma yəni məhz yanğının təəssüratı deyil axı ki, bu mahnının bu cür məşhurlaşmasının səbəbi ola. Xeyr, yəni yanğın bir amil deyil axı bu mahnının yaranması üçün. Ona görə 2-ni götürmürük. Və bir halda ki, cavabımızın biri 1-dir və biz 2-ni götürmürüksə, avtomatik 2 olan variantları çıxırıq. B getdi, C getdi və cavabımızın biri 1-dirsə, amma 2 olan variantlar çıxırıqsa, A da getdi. Qaldıq D ilə E arasında. Baxaq. Deməli, deyir ki, Zülfüqar bəyin məhz bu mahnı ilə Niyazini tanıtmaq istəyir. Yəni, bir mahnı ilə Niyazini tanıdırsansa, o zaman Niyazi məşhurlaşar. Burada söhbət Niyazinin məşhurlaşmanı yox, məhz həmin mahnının məşhurlaşmasından, yenidən canlanmasından, dirilməsindən gedir. Ona görə də biz 3-ü də götürə bilmərik. Musiqinin səmimi insan hisslərini ifadə etməsi, bəli. Bax, bunu biz götürə bilərik. Bircə dəqiqə mətndə baxaq. Deməli, bayaq diqqətimi cəlb eləmişdi orada bir cümlə, onu indi tapmağa çalışıram. Dəqiqə. Deməli, Niyazi əvvəlcə qələbəyə sevinsə də sonradan adamların təşkilatına istirahət edir. Ancaq həmin meydanda günəş şüaları üzündə bərk vuran gözəl qızın oxuduğu mahnıya valeh olur. Orada eşitdiyi bir neçə hər nəsə. Sonra, bax, deyir ki, İranda olarkən insan duyğularının əks olunduğu çox gözəl xalq mahnılarını eşidib əzbərlədiyini və həmin mahnıların sözlərinə yüngülvari əl gəzdirərək bizə də oxumağı mümkün olacağını deyir. Qonaqlar Niyazidə yadında qalanların oxumasını xahiş edirlər. Bir neçəsini, eləcə də Qaragiləni oxuyur. Bax, görürsünüzmü? Burada deyir ki, insan duyğularının əks olunduğu. Ona görə də insan duyğularının əks olunduğu 4-cü abzasda baxın o cümləyə, yəni həmin o ifadəyə. İnsan duyğularının əks olunduğu. Bax, bu ifadəyə əsasən deyə bilərik ki, insan hisslərinin ifadə edibdir. Bax, ona görə bu musiqi, belə deyim də, məşhurdur. Bu mahnının yaranmasında insan duyğuları, insan hissləri də mühüm amil hesab oluna bilər. Cavabımız nə olar? Cavabımız olar E variantı. Davam edək. 97-ci suala baxaq. Deyir ki, mətnin əsas hissəsinə aid neçənci abzaslarda bir-biri ilə uyğun olmayan və məzmun ardıcılığına xələl gətirən hadisələr təsvir olunmuşdur. Əsas hissə. Yəni, biz bilirik ki, adətən mətnlərdə birinci abzas giriş olur. Düzdür, bəzən elə mətnlər olur ki, birinci və ikinci abzas giriş hesab olunur. İndi baxın mətnə. Amma daha çox, belə deyək də, bir 90% birinci abzas giriş olur. Ortalar əsas hissə, ən axırıncı abzas nəticə hissədir. Bizə deyir ki, əsas hissədə aid hansı abzaslarda bir-birinə uyğun olmayan hadisələr təsvir olunmuşdur. Biz mətnə diqqət yetirsək, ikinci və üçüncü abzasda, niyə ikinci və üçüncü abzasda? Çünki orada deyir ki, ikincidə deyir ki, qəflətən səbzi meydanda elə yanğın baş verir ki, axşamın qaranlığında dörd bir tərəf alovun işığına qərq olur. Sonra deyir ki, Niyazi əvvəlcə qələbəliyə sevinsə də, sonra adamların təşvişi də ona sirayət edir. Ancaq həmin meydanda günəşin şüaları üzündə bərk vuran gözəl bir qızın oxuduğu mahnıya valeh olur. Orada eşitdiyi bir neçə mahnı da yaddaşına köçürür. Demək, bir dənə qoy birinci abzası da baxaq, sonra görək ki, nəyə görə məhz cavab ikinci, üçüncüdür. 1918-ci ildə bəstəkar Zülfüqar Hacıbəyli Azərbaycan aktyorlarının bir qrupu ilə İrana qastrol səfərinə gedəndə balaca oğlu Niyazini də aparır. 7 yaşlı Niyazi Tehranda həyatının həm ən qorxunc hadisəsini görür, həm də eşitdiyi nəğmələrdən ən sevincli anlarını yaşayır. Bax, niyə görə? Burada deyir ki, axşamın qaranlığında dörd bir tərəf alovun işığına qərq olur. Axşamdan danışır. Sonra da qayıdır deyir ki, həmin meydanda günəşin şüaları üzündə bərk vuran gözəl bir qızın oxudu. Günəşin şüaları, axşam günəşin şüaları olmur axı. Yəni, görürsünüzmü? Belə deyək də, ziddiyyət var. Uyğun olmayan hadisələr var. Ona görə də 2 ilə 3-ü götürürük burada. Qələmimiz yazsa sevinərik. Dəqiqə.
Nəysə, cavab C variantıdır. İşarə eləyə bilmədim. Qələmin tutması tutubdur. Hə, 98-ci suala baxaq. Hansı hikmətli ifadə mətnin məzmunu ilə səsləşir? Baxaq. Çox məlumatlı olmaq ağıllı olduğunu göstərməz. Heç əlaqəsi yoxdur mətndən. Qəmgin insan üçün ən yaxşı rahatlıq musiqidir. Həqiqətən düz eyni musiqidən danışırsa da, amma yəni burada qəmgin insanların məhz Qaragilə mahnısı ilə rahatlıq tapacağı ilə bağlı məlumat yoxdur da, yəni heç əlaqəsi yoxdur. Sözün yanlışı olar, yalanı olmaz. Yenə də heç dəxli yoxdur mətnimizə. Günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Bax, bu uyğun gəlir. Ona görə ki, D variantı. 98-ci cavabımız olar D variantı. Niyə? Çünki, baxın, o mahnını mühafizəkar, belə deyək də, mühafizəkar cəmiyyət neynirdi? Bu mahnını işıq üzünə çıxarmaq istəmirdilər. Amma Qaragilə mahnısı insan duyğularını əks etdirən gözəl bir mahnıdır. Və onu nə qədər gizlətməyə çalışsalar da, mahnı gözəlliyini itirmədi və belə deyim də, haqq-ədalət öz yerini tapdı. Gec də olsa, yəni görürsünüz, aradan neçə yarım əsr vaxt keçdi, o mahnı yenidən işıq üzü gördü və yenidən canlandı və insanların dilinin əzbərinə çevrildi. Ona görə də Qaragilə mahnısını, belə deyək, o qatı mühafizəkarlar, qara buludlar deyək də, nə qədər üzünü örtsələr də, Qaragilə mahnısı öz gözəlliyini qoruyub saxlaya bildi və insanların qəlbini oxşadı bu mahnı. Ona görə də 98-ci sualda cavabımız olur D variantı. İşarə eləyə bilmirəm, çünki planşetin qələminin tutması tutub. Əslində tutması tutmayıb, sadəcə bu işlərdə biraz qızım mənə kömək eləyir, nəsə bilmirəm, eləyə bilmədim, hər nəsə üzr sayın. 99-cu suala baxaq. Mətndə çərçivədə verilmiş ifadənin kontekstə uyğun şərhini müəyyən edin. 98-də cavabımız D oldu ha. 97-də cavabımız oldu C. İşarələyə bilmədim. İndi baxaq 99-cuya. Mətndə çərçivədə verilmiş ifadənin kontekstə uyğun şərhini müəyyən edin. Çərçivədə verilmiş ifadə hansıdır? Baxaq görək mətndə. Hə, əl gəzdirərək. Yüngülvari əl gəzdirərək bizdə də oxumağın mümkün olacağını deyir. Əl gəzdirmək nə deməkdir? Bunu hansı sözlə əvəz edə bilərik? Yəni kontekstə uyğun olaraq bunun izahını verək. Əl gəzdirmək düzəliş etmək deyə bilərik. Düzdürmü? Əl gəzdirmək düzəliş etmək deyə bilərik. Ona görə də 99-a yazaq ki, düzəliş etmək. 100-cü suala baxaq. Səbəb nəticəm deyir ki, Niyazi Qaragilə mahnısını uzun illər yaddaşında saxladı. Nəticədə nə baş verdi? Yaza bilərik ki, nəticədə mahnıya yeni həyat verdi. Yəni mahnını diriltdi. Niyazi Qaragiləni özü ifa etdi. Buna səbəb nə idi? Səbəb qonaqlar onun oxumağını istədilər. Düzdürmü? Yəni qonaqlar ondan istədilər ki, o ifa eləsin mahnını, o da ifa etdi. Vəssalam. Belə bu qədər. Bu da oldu Qaragilə mətninin suallarının izahı, cavabı. Sağ olun, sağlıqla qalın.